möhtərəm cənab prezidentin 2019-2023-cü illər üzrə imzaladığı müvafiq dövlət proqramı çərçivəsində bir neçə ikili diplom proqramları icra olunmaqdadır. Bu gün o proqramlardan biridir, amma bundan əlavə daha 5 proqram müxtəlif aparıcı universitetlərlə icra olunur və ümumilikdə 1000-dən artıq məzun bu proqramları bitirərək həm özlərinin şəxsi inkişafına, həm də ölkənin inkişafına töhfə vermək imkanı əldə edirlər. 2007-2015-ci illərdəki xaricdə təhsil proqramı ki, burada 3300-dən artıq Azərbaycan vətəndaşı xaricdə təhsil almaq imkanı əldə etmişdi. Həm 2022-2028-ci illərdə hal-hazırda icra olunan xaricdə təhsil proqramında hər il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edir. Yəni, ümumilikdə minlərlə Azərbaycan gənci dünyanın ən aparıcı universitetlərinin bu və ya digər şəkildə diplomlarını əldə etmək, bu universitetlərdə təhsil almaq, özlərinin və dediyim kimi ətrafdakı insanların inkişafına töhfə vermək imkanı əldə edirlər. Bu tipli layihələrin bugün Azərbaycan Dövlət Pedaqoji Universitetinə, həmçinin digər ali təhsil müəssisələrimizə çox ciddi müsbət təsirləri də var. Yəni, bu universitetlərimiz üçün də öyrənməyə çox böyük imkan yaradır. Biz bunu hər il açıqlanan deməli, universitetlərimizin reytinqlərində də görürük və inanıram ki, görməyə də davam edəcəyik. Bizim bu mənada gözləntilərimiz kifayət qədər müsbətdir. Yəqin ki, bir aydan sonra təxminən biz yeni məlumatları görəndə bu işlərin təsirlərini daha yaxşı başa düşə biləcəyik. Happy to spend a few minutes sharing some of my thoughts about what this means, especially in this very interesting time that we are living and pursuing the ideals of education. Bu günləri biz 37 məzunumuzu artıq məzun etdik. 2 il ərzində çox yaxşı çalışıblar, üzərlərində çoxlu bacarıqlar inkişaf etdiriblər. Biz ailəlikcə bu prosesdə iştirak edə bilmişik. Keçən il həyat yoldaşım Abdülxaliq müəllim məzun olub. Bu il də mən və qızımız Nihan artıq ikili diplom proqramından 2 dəfə məzun olur. Bu həqiqətən də bizim ailəmiz üçün çox qürur verici bir haldır. Təsəvvür edin ki, 2 il bundan öncə mən evdə televiziyada əvvəlki illərin məzunlarına baxırdım. Təsəvvür etməzdim ki, bir gün mən də o məzunlardan biriyəm və bugün qızımla iştirak edirəm. Bütün məzunlarımızı təbrik edirəm. Bu il bitirdik artıq, çox sevincliyik. 2 il çox maraqlı, çox bizim üçün produktiv oldu və çox sevincliyik bugün. Biz artıq məzun olmuşuq, bu proqramın son məzunları. Çox sevindirici, qürur verici haldır və bizi dəstəkləyən, sevən ailəmiz, yaxınlarımız da buradadır. Bu sevinci onlarda bölüşdüyümüz üçün də çox xoşbəxtəm.